Herkese selam dostlar. Bugün sizlerle birlikte çiğ köfte resepti edirəm. Birinci mən bir stəkan bulğuru belə qaba tökmüşəm. Sonra içinə 2 stəkan su tökmüşəm və 15 dəqiqə gözlətmişəm. Deməli birinci biz zeytun yağı tökməliyik. Yarım stəkan zeytun yağı. Tabii farkı yoktur. Birinci nə tökürsünüzsə tökün. Sonra bundan tökmesi lazımdır. Hamısını tökmek lazımdır. Sonra belə istiot tökmek lazımdır. İstiot tökdük. Sonra bundan tökmek lazımdır. Sonra 2 qaşıq belə tomat soyururuq. 1, 2. 2 qaşıq deyəndə kəsində boşqabdakının hamısını vurmalıyıq. Datlıymış. Sonra 3 ədəd balaca belə sarımsaq qoymaq lazımdır. Qoyduq. 1 ədəd də soğan. Sonra biraz göyərti tökmək lazımdır. Göyərtilər də tökək və tökdük. Bu qədər töksə elə yaxşı olar məncə. İndi isə hamısını blenderla qarışdırırıq.